İzləyicilər, mən Ruslan İskenderov. Bugün sizlər üçün MIG tipli testin izahatını verməyə çalışacağım. Bir nömrəli test Instagram səhifəmdə tarixi MIG abituriyent səhifəsində paylaşmışam. Ciddi müzakirəyə səbəb olub. Bu haqda açıqlama vermək istəyirəm. Birinci varianta baxmış olsaq, birinci variantda bizə nə soruşur? Belə bir variant var ki, Gürcüstan sülhündən sonra Şah hökuməti Baku və Urmiya xanlıqlarından başqa digər xanlıqları ləğv etdi. Deməli, burada əslində bu bir variantı hamısında var. Yəni, bu düzgün kimi götürülür. Amma sadəcə buradakı problem nədən ibarətdir? Burada müəllimlərin bir çoxusu qeyd edirlər ki, bu cümlə Türkmənçay müqaviləsindən sonra keçir. Əslində bu belə deyil. Yəni, bizim nazirimiz də belə bir cümlə işlətmişdi ki, bizdə deyək ki, insanların əksəriyyətinin oxuyub anlama problemi var. Bu həqiqətən də belədir. Yəni, əgər biz 11-ci sinif Azərbaycan tarixi dərsliyinə baxmış olsaq, birinci abzasda Türkmənçay müqaviləsi və onun haqqında bəzi məlumatlar verir. İkinci abzasda isə Türkmənçaydan danışmır. Ümumiyyətlə deyir ki, Qacarlar dövlətinin əskərlərin əksər hissəsini Cənubi Azərbaycandan götürülürdü və ardınca bu cümlə keçir ki, Makku və Urmiya xanlıqları istisna, yerdə qalan xanlıqların daxili müstəqillikləri ləğv edilmişdir. Yəni, keçmiş zamanda deyir. Amma biz 8-ci sinif Azərbaycan tarixi səhifə 167-yə baxmış olsaq, bu cümlə olduğu kimi belə gedir. Gürcüstan sülhündən sonra Şah hökuməti Makku və Urmiya xanlıqlarından başqa digər xanlıqları ləğv etmişdir. Ona görə bizdə bu heç bir problem yaratmır. Yəni, deməm odur ki, bir çox müəllimlər elə bilirlər ki, bu cümlə Türkmənçay sülhündən sonradır. Əslində, bu Türkmənçay sülhündən sonra deyil, Gürcüstan sülhündən sonradır. Deməli, gəlin bura bir dənə doğru yazaq, bura isə yanlış yazaq. Deməli, bir hələ ki doğrudur. İkiyə baxaq. Gürcüstan sülhündən sonra Rusiyaya tabe olub daxili müstəqilliyini saxlamış Şimal xanlıqları Qafqazın baş hakiminə tabe idilər. Bəli, onlar xarici siyasət hüququndan mərhum olduqlarına görə onlar Qafqazın baş hakiminə tabe idilər. Deməli, 2 düzdür. 3-ə baxmış olsaq, Türkmənçay müqaviləsinə əsasən Rusiya Qacarlar dövlətinin yalnız Təbriz və Tehran şəhərlərində diplomatik nümayəndəlik açma hüququna malik idi. Burada yalnız sözünə görə səhv olur. Niyə səhv olur? Çünki Türkmənçay müqaviləsindən sonra Rusiya Qacarlar dövlətinin istənilən şəhərində bu hüquqa malik idi. Ona görə 3 yanlışdır. 3-ü bura yazmış oluruq. Sonra 4-ə baxaq. Gəncə qalasının müdafiəsinə yerli əhali ilə bərabər qonşu Azərbaycan xanlıqlarından gəlmiş dəstələr fəal iştirak edirdilər. Burada bizdə yanlışlıq yaradan ondan ibarətdir ki, bəzi müdavimlərin bir çoxsu elə bilirlər ki, Gəncə qalasının müdafiəsinə yalnız İbrahim Xəlil xan 2 top göndərmişdi. Amma dərslik əsasına baxmış olsaq, görürük ki, Azərbaycanın digər ərazilərindən də fəal dəstələr gəlib bu əməliyyatlarda, yəni müdafiədə iştirak etmişlər. Ona görə 4 də düzgün cavab kimi götürülür. 5-ə baxmış olsaq, Çar Rusiyası Çar Balakəndə 1804-cü ildə olduğu kimi 1806-cı ildə də Çar Balakən üsyanını yatıran zaman generalını itirmişdi. 1804-cü ildə general Qulyakov öldürülmüşdü. 1806-cı ildə dərslikdə belə bir cümlə keçir ki, 1806-cı ildə Çar hökuməti Şəki üsyanını yatırdıqdan sonra Çar Balakən üsyanını yatıran zaman bir çox əskərini və bir generalını itirmişdi. Yəni, söhbət burada 1806-cı ildə general Sisyanovun öldürülməsindən getmir. General Sisyanov Bakı ərazisini öldürmüşdü. Amma 1806-cı ildə Çar Balakən ərazisində bir general Çar Balakən üsyanı zamanı öldürülmüşdü. 5 də düzgün olmuş olur. Baxmış olsaq 6-ya, 2-ci Rusiya-Qacar müharibəsi başlayan zaman üsyanlar Rusiya tərəfindən işğal edilmiş Azərbaycanın bütün ərazilərini əhatə edirdi. Bu da tamamilə doğrudur. Rusiya tərəfindən işğal olmuş bütün ərazilərdə, hətta vaxtı ilə Gürcüstana ilhaq edilmiş Qazax və Borçalı ərazilərində də belə üsyanlar olmuşdu. Ona görə burada A6 da doğru olmuş olur. Deməli, ona görə cavabımız olasıdır. Düzgün cavab 1, 2, 4, 5, 6, yəni B variantı. Yanlış isə yalnız 3 olmuş olur. Çox sağ olun, hörmətli izləyicilər. Növbəti testlərin izahında görüşmək ümidi ilə. Uğurlar.